Xatəm, sonuncu peyğəmbərlik. Həzrət Peyğəmbər salavatullah buyurmuşdur. Mən başqa ənbiyalardan 6 şeylə üstün olaraq seçilmişəm. Mənə hər şeyi əhatə edən kəlam verilmiş, şöhrət yürüşü qorxusuna mən qalib qərar verilmişəm. Qənimətlər mənə halal buyurulmuş, torpaq mənim üçün səcdəgah və paklayıcı qərar verilib. Mən bütün xəlq olunmuşlara göndərilmişəm və mənimlə də peyğəmbərlərin göndərilməsi tamamlanmışdır. Biharul Ənvar 77-ci cild 140-cı səhifə. Həqiqətən Allah məni seçdi. Həzrət Peyğəmbər buyurmuşdur. Allah Taala İbrahim övladlarından İsmaili, İsmail övladlarından Bəni Kənanəni, Bəni Kənanə qəbiləsindən də Qureyşi seçdi. Qureyş qəbiləsindən Bəni Haşimi, Bəni Haşim qəbiləsindən də məni seçdi. Allah Taala Tövbə surəsinin 128-ci ayəsində buyurur. Sizə öz aranızdan peyğəmbər gəlmişdir. Sizin göstərdiyiniz inayət ona əzizdir. O da sizin qədrinizi bilir, möminlərə qarşı şəfqətli və mərhəmətlidir. Kəlimətir Rəsulil Əzəm 35-ci səhifə. Biharul Ənvar 16-cı cild 323-cü səhifə. Mən yağış timsalıyam. Həzrət Peyğəmbər salavatullah buyurmuşdur. Allah Taala'nın məni behsət etdiyi hidayət yolu və elm yer üzünə tökdüyü gur yağış timsalındadır. Özü də yer üzünün təmiz və saf hissəsinin üzərinə yağan yağış nümunəsi kimi. Çünki yaxşı torpaq suyu qəbul edir. Onda otlar və böyük miqdarda azuqə bitir. Yararsız torpaqlarda suyu özündə saxlayır və Allah Taala onunla da insanlara fayda verir. Çünki onlar həmin sudan içir, əkinçilikdə ondan istifadə edirlər. Yer üzünün 3-cü bir hissəsi isə fəlakətlərə məruz qalaraq dərə-təpələrə çevrilmişdir. Orada su qalmır və heç bir azuqə bitmir. Bütün bunlar Allahın dinini başa düşmək istəyənlər, Allah Taala'nın mənə behsət etdiyini öyrənənlər, öyrənib öyrədənlərin məsəli ilə heç başını qaldırıb ona nəzər yetirməyənlər, Allahın mənə göndərdiyi hidayət yolunu qəbul etməyənlərin məsəli kimidir. Biharul Ənvar 1-ci cild 184-cü səhifə. Allahın Rəsulundan sonrakı imam. Həzrət Peyğəmbər salavatullah buyurmuşdur. Ey Əmmar! Məndən sonra zəifliklər, boşluqlar olacaq. Hətta insanların qılıncları belə müxtəlifləşəcək. Onlar bir-birini qıracaq, bir-birinə tabe olmayacaqlar. Vəziyyəti belə gördükdə sağ tərəfində durmuş Əli ibn Əbu Talibdən yapışmalısan. Bütün insanların yolları bir vadidirsə, Əlinin yolu başqa bir vadidir. Sən Əlinin vadisi ilə get və insanları tərk et. Ey Əmmar! Əli səni hidayət yolundan qaytarmayacaq və səni pis əməllərə yönəltməyəcəkdir. Ey Əmmar! Əliyə itayət etmək mənə itayət deməkdir. Mənə itayət isə Allaha itayətdir. Məcməul Bəyan 3-cü cild 534-cü səhifə. Əbu Əyyub Ənsari nəql etmişdir ki, Peyğəmbər salavatullah Əmmar İbni Yasirə bunu demişdir. Kim vəfatımdan sonra yerimdə oturacaq Əliyə zülm edərsə,
o nübüvvətimi və məndən əvvəl olmuş nəbilərin nübüvvətini inkar etmiş olur. Həzrət Əlinin fəziləti. Peyğəmbər salavatullah buyurmuşdur: Mən xristiyanların İsa İbni Məryəm haqqında dedikləri kimi, bəzi tayfaların sənin haqqında dediklərinə təəssüf etsəm də, bugün sənin haqqında bunu deyirəm. Sən onlardan hansılarının yanından keçsən, onlar sənin qədəmlərinin altındakı torpaqdan götürərlər. Əl-İrşad 1-ci cild 165-ci səhifə. Peyğəmbər salavatullah bunu Əmir əl-Mömininə Zat-əl-Səlasil döyüşündə Allahın ona qələbə əta etməsindən sonra demişdir. Allah Rəsulundan sonrakı imamlar. Məndən sonrakı imamlar mənim ailəmdən olacaqlar və onların sayı Bəni İsrail qəbiləsinin nüqəbalarının, onların işlərini yerinə qoyan, zamin olan kəslərin və İsa'nın həvarilərinin sayı qədər olacaqdır. Onları sevənlər möminlər, onlara nifrət edənlər isə münafiqlərdirlər. İmamlar Allahın xəlq etdiyi insanlar üçün dəlil, sübut və fövqəladə hörmət sahibləri, yaratdıqları bütün canlılar üçün çıraqdırlar. Kifayətul Əsər 166-cı səhifə. Haqq imamlar. Peyğəmbər salavatullah buyurmuşdur: Ey Əli! Sən məndən sonra imam və xəlifəsən. Sən möminlər üçün onların özlərindən daha yaxın və doğmasan. Əgər bu dünyadan geçsən, oğlum Həsən onlara doğma və yaxın olacaq. Həsən dünyasını dəyişsə, Hüseyin. Əlidən Zeynülabidindən, sonra oğlu Muhammed, Muhammedin ardınca oğlu Cəfər, Cəfərdən sonra oğlu Musa, Musa dünyasını dəyişdikdən sonra oğlu Əli, Əlidən sonra oğlu Muhammed, Muhammedin arxasınca isə oğlu Əli, Əlidən sonra isə oğlu Həsən, Həsənin vəfatından sonra oğlu Məhdi, möminlər üçün onların özlərindən daha yaxın və doğma olacaqlar. Allah Taala Məhdi vasitəsilə yer üzünün məşriqini və məğribini fəth edəcəkdir. Onlar haqq imamlardır, həqiqəti söyləyən dillərdir. Kim onlara yardım edərsə qalib gələr, onlara xidmət etməkdən imtina edənlər isə məğlub olacaqlar. Kifayətül Əsər 195-196-cı səhifələr. Peyğəmbər salavatullah Məhdi əleyhissalam haqqında şad xəbər verir. Əhməd Peyğəmbər salavatullahın belə dediyini nəql edir. Elə bir saat gələcək ki, yer üzü zülm və təcavüzlə dop dolu olacaq. Ondan sonra mənim ailəmdən bir nəfər yer üzündə ədaləti, haqqı və insafı bərpa edəcək. Əhməd Müsnəd 3-cü cild 425-ci səhifə 10920-ci hədis. Əbdürrəhman İbni Əbu Leyla atasına istinadən demişdir: Xeybər döyüşü günü Peyğəmbər salavatullah bayrağı Əliyə verdi və Allah Taala onun əli ilə müsəlmanlara qələbə bəxş etdi. Sonra Qədirxumda adamlara elan etdi ki, Əli hər bir mömin kişi və hər bir möminə qadının mövlasıdır. Hədisdə həm də Əli, Fatimə, Həsən və Hüseynin fəzilətlərindən bəhs olunur. Elə ki, Peyğəmbər salavatullah buyurmuşdur: Cəbrail mənə xəbər verdi ki, məndən sonra onlara zülm edəcəklər.
Bu zülm onlardan sağ qalanlar ayağa qalxana dək, sözləri ucalana dək və ümmət onların məhəbbəti ətrafında birləşənə dək davam edəcəkdir. Onlara qərəz və kin bəsləyənlər, ikrah edənlər isə zəlil olacaqlar. Amma onları tərifləyənlər artacaq və bu, ölkə dəyişən zaman baş verəcəkdir. Həmin vaxt Allahın bəndələri zəif olacaq, bədbinlik sevinci əvəz edəcək. Belə bir şəraitdə mənim övladlarımdan sağ qalan Məhdi bir qövmlə zühur edəcək. Allah Taala da onlarla haqqı göstərəcək, onların qılıncları ilə batil əməllərə son qoyacaqdır. Bu zaman Məhdi deyəcək: Ey insan cəmiyyəti, ey insanlar, qələbə müjdəsi verin. Allahın vədləri haqdır. Allah onlara xilaf çıxmaz, ləğv etməz və geri götürməz. Çünki O müdrikdir, hər şeyin ustasıdır və Allahın qələbəsi çox yaxındır. Yənabi-ül Məvəddə 440-cı səhifə. Ümmü Sələmənin belə söylədiyini deyirlər. Mən Peyğəmbər salavatullahın belə buyurduğunu eşitmişəm. Məhdi mənim ailəmdəndir, Fatimənin övladlarındandır. Yenə orada Əbu Davud, Səhih, 4-cü cild, 87-ci səhifə. Hüzeyfə İbn Yamanın belə söylədiyi deyilir. Allahın Rəsulu bizə xütbə oxuyurdu. O həzrət qiyamət gününə qədər sağ qalanlar haqda söhbət açanda buyurdu. Əgər dünyanın sonuna bir gün belə qalsa, Allah Taala həmin günü o qədər uzadacaq ki, adı mənim adım olan övladlarımdan bir kişini dirildəcək. Bu zaman Salman durdu və dedi: Ya Rəsulullah, o sənin hansı övladından olacaq? Cavabında Peyğəmbər salavatullah əlini Hüseynə toxunduraraq buyurdu: O mənim bu övladımdan olacaqdır. Əl-Hafiz Əbu Abdullah Məhəmməd İbni Yusif İbni Məhəmməd Nofəli, Əxvar Sahib-əz-Zaman, 129-cu səhifə.